Herkese selam kızlar, kanalıma ve videoma hoş geldiniz. Yeni bir vlog başladıram. Paltarları evvel yuyacağım, sonra daha doğrusu paltarları pataryoğuna koyacağım. Ondan sonra gidip kuşlarım tüş tökülüp de oraya onu temizleyeceğim. Sonra bir de kek pişireceğim. Oğlum acayip balaca oğlum. İndi o üçün kalbasa kızardacağım. Böyle bir tavam var 20 ildən qalma. Onda indi kalbasa kızardacağım. Buradan güneşli yaymadı. Yayma çörək. Buradan güneşin ışığı vuranda görüntü pis düşür də. Bir de pizza. Saat 10'du ve indi durub yuxudan balaca oğlum. İnanın siz özüm acından ölürəm də konkret. Ama yemeği yemeyeceğim. Günde bir defa yemeye çalışıyorum. Neyse.
gilə gedirəm. Mən. Mənim dayım. Ben- Mənim dayımdır sən. İnqilab baba. Nasıl quşun və yaxud da qurdun səsi? Hemen gittiğim istedi. Düz gedəcəyik, yoxsa dönəcəyik, Rahim? 1000 lira. Buyur. Yaxşı fikirləş. Ay, sağ ol. Buradan dönəcəyik, yoxsa o tərəfdən? Hı? Hə də, İnqilab baba ilə gedəcəyik. Qorxma, arıdır da, nədir çicə bəri. Buradan dönəcək, yoxsa o tərəfdən? Yaxşı fikirləş. Arı döyür. Bax bir dənə, yola bax bir dənə. O helikopterdi. Hə, helikopterdir. Cəbəri. Bəzi alış-verişim var, onları sizə göstərmək istəyirəm. Belə bir məhsuldur. Bu qaş və kibrik uzatmaq üçündür. Özüm işlədirəm, artıq bir həftəyə yaxındır və belə bir başlığı var. Bu hissəsi ilə qaşlara sürtürsən, sonra darayırsan, yəni mən elə istifadə edirəm. Qaşlarında deməli mən bunun effektini görürəm, amma kipriklərimdə hələ görməmişəm, yəni, amma yəqin ki yavaş-yavaş uzadar, çünki kiprik özü də gec uzanan üzvümüzdür də. Yəni belə, bunu Faberlikdən almışam, 1789 kodu. Daha sonra belə bir krem, çox sevərək istifadə etdiyim kremdir. Qızımın da xoşu gəlir. Mənim özümün də çox gözəl, yüngül teksturalı bir kremdir bu. Nəmləndirici. Mən nəmləndirici krem kimi istifadə edirəm. Aloe veralı. Çox gözəldir həqiqətən. Üzə tətbiq eləyirsən, üzündə yəni krem hissiyatı vermir. Sanki üzü yumuş kimi hissiyatı var. Bir tam danışa bilmədim bunu. Bu krem bir də bu məhsul barədə məlumat verdim. Bundan danışa bilmədim. Bu quru dərilər üçündür. Bu krem Faberlik firmasının. Mən bunu deməli dabanıma vurmaq üçün almışam ayağıma. Dabanımın vəziyyəti biraz yaxşı deyil. Corab geyinmədiyimə görə çox pis hala qalıb. Birinci dəfə də bu kremdən istifadə edəcəm, lakin bizim gəlinimiz istifadə edir və çox razıdır da bundan. Yəni tövsiyə eləyir ki, mütləq al. İndi yoxlayacağam, mən də 4-5 gün sonra sizə yenə məlumat verəcəm necə olduğu barədə. Bir də belə bir duxu almışam. Valkyr Saga. Mən belə oxuyuram, bilmirəm indi necə oxunur. Çox möhtəşəm. İyi var. Yasəmən çiçəyinin ətirinə oxşadıram mən. 40 manatadır bu Faberlikdə. Mən 40 manata almışam, çox gözəl. İyi var həqiqətən. Vurursan qoxusu 2 gün, ən azı 2 gün qalır. Yəni belə. Sonda da bir şey sizlərlə bölüşmək istəyirəm. Əgər siz də Faberlik komandama qoşulmaq istəyirsinizsə, sizi böyük məmnuniyyətlə komandamıza dəvət edirəm. Çünki biz təkcə şirkətin hədiyyələri ilə kifayətlənmirik. Öz şəxsi aksiyalarımız, hədiyyələrimiz və motivasiya proqramlarımız olur. Aktiv olan komandamızın üzvlərini müxtəlif hədiyyələrlə sevindiririk. Baxın,
Baxın artıq bir həftə mən qaşlarım bu qədər tez tüklənən deyildi. Yəni bir həftə artıq orada tük gəlib. Salona gedəcəm deyə sadəcə əlimi vurmuram. Bu yaxınlarda bir gəzintimiz olacaq inşallah. Kəndə doğru. Həm orada ad günü falan olacaq. Görüntülər çəkib təbii ki paylaşacağım, görəcəksiniz. Qeydiyyatdan başlayaraq bütün mərhələlərdə sizə dəstək olacaq. İstər məhsulları endirimli almaq, istərsə də əlavə gəlir əldə etmək istəyin hər addımda yanınızda olacaq. Qoşulmaq istəyirsinizsə, videonun sonuna açıqlama hissəsində link qeyd edəcəm. Bu linkdən qeydiyyatdan keçə və ya mənə şərhlərdə və şəxsi mesajla yaza bilərsiniz. Bütün suallarınızı məmnuniyyətlə cavablandırarıq. Sizi komandamıza görməyə şad olarıq. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti vloqlarda görüşənə qədər hələlik. Bunu deyim, yəni qaşlarımın rəngini qaraltdı, yəni yaxşı elədi, sürətləndirir. Kipriklərimin də rəngi tündləşdirdi, amma hələ uzanmağını görməmişəm. Mən belə yəni vururam. Ümumiyyətlə istifadə edə bilmirəm, belə edirəm yəni. Süni olmayacam. Yəni təbii olacam sizin üçün. Köhnə kanalımdan da bilənlər mənə bilir ki, mən təbii insanam. Sünilik yoxdur məndə. Belə.